Hər kəsə salam. İndi isə gəlin burada bir neçə sual nəzərə yetirək. İlk öncə 26-cı suala baxıram. Deyir ki, replace, yəni burada açılan pəncərələrin qısa yol düymələrini istəyir. Replace-in qısa yol düyməsi Ctrl H-dır. Ctrl yazmıram da. Go to-nun qısa yol düyməsi Ctrl G-dir. Bir dənə də qısa yol düyməsi var. Bundan əvvəlki videolarda demişdim. Onun da adı F5 idi. Deməli biri Ctrl G-dir. Bu Ctrl H-dır. Deməli go to-nun digər qısa yol düyməsi F5-dir. Ctrl H, Ctrl G düzgün cavab A variantı. Sonra 27-ci sualda deyir ki, MS Word proqramında sənədin ən böyük miqyası nədir? Minimum 10, maksimum 500. Düzgün cavab Y variantı. Gəlirik 23-cü suala nəzər yetiririk. 23-cü sualda deyir ki, bizə cədvəlin başlıq sətrinin hər səhvdə təkrarlanması hansı əmrin köməkliyi yerinə yetirilir? Düzgün cavab burada B variantıdır. Repeat header rows. Gəlin digərlərini analiz edək. Speed cells cədvəlin daxilindəki xanaları bölmək. Yəni bir dənə sətirdəki xanalar bölmək və ya iki sətir, baxır nəyi seçirsiniz. Insert above, yuxarıdan sətir əlavə etmək. Convert to text. Convert to text mətni, daha doğrusu cədvəli mətnə çevirməkdir. Bu isə kiçikdən böyüyə, yəni A-dan Z-ə düzləndirmədir, sortlaşdırma əməliyyatını icra edir.